Qoç, şir və oxatanı hamı cəsur, lider, özünə güvənən kimi tanıyır. Amma bir tərəfini çox az adam bilir. Onlar çox tez bağlanırlar, çox tez sevir və çox tez alışıb yanırlar. Sevəndə tam sevirlər, qırılanda isə içlərindən yana bilərlər. Ona görə bəzən uzaqlaşırlar, çünki zəif görünmək istəmirlər. Əgər sən də od bürcüsənsə, bunu çox gözəl anlayarsan.